Hello, salam. Bu gün mən sizə ağza dağılan kurabiyə edəcəm. Əvvəlcə 2 yumurtanı sındırıram. Bir su stəkanı şəkər tozu və ağarana qədər çalacağım. İki yumurta, bir stəkan şəkər tozu ağarana qədər çaldım. İndi bir paket qabartma tozu, bir paket vanil, yarım stəkanı duru yağ, yəni simçika yağı və çalacağım. Mikserinə çaldım və 2 stəkan un əlavə edirəm və yoğurmağa başlayıram. Xəmirim bu cür olduğu üçün bir stəkan un təzə əlavə edirəm. Xəmirim hazırdır, 2 hissəyə bölürəm. Bir hissəni qırağa qoyuram. Xəmirim bir hissəni kakaolu, bir hissəni sadə eləyəcəm. Çörək qaşığı. Və yoğurmağa başlayıram. Bu cür qarışdıracağım. Bu hissəni kakaolu elədim. Bu hissəni kakaolu elədim və qırağa qoyuram. Sadə olan içinə 2 xörək qaşığı un əlavə edirəm. Soban qabın içinə yağlı kağızı qoydum. Bu cür yumurlayıram. Yumurladım, bu cür elədim və soba qabın içinə qoyuram. Mən bu cür forma verdim. Siz istədiyiniz formada verə bilərsiniz. Sobaya qoyacağım, pişsin. Kurabiyələri 180 dərəcədə isidilmiş sobanın içinə qoyuram. Pişəndə göstərəcəm sizə. Sobanın qapısının ağzını açdım. Kurabiyələr soymağa qoyuram. Kurabiyələrim soydu. İndi boşqabın içinə qoyuram.
Qurabiyələrim boşqab içinə qoydum. Birini götürüb qapardıb içini göstərəcəm sizə. Gördünüzmü? Mən kurabiye yeyənə qədər siz də kanalıma abunə olmamısınızsa, kanalıma abunə olarsınız. Pişirin, peşman olmarsınız. Pişirənlərə nuş olsun. Videomu bəyənməyi, kanalıma abunə olmayı, videomu paylaşmayı unutmayın. Özünüzə yaxşı baxın. Bye bye.